لكن نتخيل أن الناس بيرضون عنا جميعا؟ لا. ارفع رأسك وقل أنا سلفي، ما في شيء. Sual verilir ki, mən təzə işə başlamışam, orada qadınlarla işləyirəm, amma tez-tez kişilər də otağa girib çıxırlar. Mən onların heç biri ilə danışmıram, başımı aşağı salıb işimi görürəm, mənə günah sayılırmı? Yəni, bu mümkün deyil. Yəni, insan davamlı şəkildə başını aşağı salıb işləməsi və ona görə insan gərək daha yaxşı bir iş özü üçün axtarsın, qadınlarla birgə olmayan bir iş. Çünki insan müəyyən qədər imanı olduğu vaxtı qoruna bilər, başı aşağı olacaq, müəyyən vaxtdan sonra artıq yəni baxmasına səbəb olacaq, günaha düşməsinə səbəb olacaq, sonra danışacaq da, yəni bu artıq bəlli bir məsələdir. Yəni insan ümumiyyətlə deyirsə ki, mən baxmıram, yəni haramlarla bir yerdə olduğu halda, ya insanın kişiliyi yoxdur, və yaxud da o insan yalan deyir. Yəni, bu belə bir məsələdir. Yəni, insan evladının fitrətində olan bir şeydir və ona görə Peyğəmbər s.ə.v uzaq olmağı tövsiyə edib ki, insan baxmasın. Amma onların içərisində olduğu halda, yəni, baxmaması mümkün deyil. Yəni, insan yalnız öz-özünü aldatması sayılır.